Salam aleykum gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş gördük sizləri. Kanalıma, evimə, mətbəximə xoş gəldiniz. Necəsiniz? Xanımlar bilirsiniz, keçən videomda mən nar, heyva, feyxa komport etmişdim. Elə padvala aparırdım. Elə 2 gün qaldı. Üzərini örtdüm, qaldı. Salonda idi. Elə gətirdim mətbəxə yığdım. Shorts video çəkdim, həm də uzun dəqiqəli videom üçün çəkdim. Bu da komportlarımın son halı. Xanımlar, biz tərəfdə komport deyirik. Ona görə də mən elə deyirəm. Kompotlarımın son halını da istədim sizlərə göstərəm. Hər birinizə təşəkkür edirəm. Rəylər yazmışdınız, fikir bildirmişdiniz. Xanımların çoxu deyir, üçü bir yerdə daha yaxşı olur. Amma mən heç vaxt etməmişdim. Nar ümumiyyətlə etməmişdim. Yəni ilk dəfə edirdim. İnşallah ki, yəni bəyənərik. Xanımlar, gördüyünüz kimi çirpi pirojnası bişirmişəm. Saat 21-26 dəqiqədir. Ona 26 dəqiqə işləyib. Hələ səsimi indi yazıram. İnanmıram ki, yəni çatdıra bilim. Saat 11-ə qədər yüklənsə, yəni paylaşacağım sizlərlə. Çirpi pirojnası bişirdim, dəfələrlə bişirmişəm, kanalımda paylaşmışam. Reyni də bişirmişkən sizlərlə paylaşmaq istədim. Hər zaman mən sizlərə deyirəm ki, mənim uşaqlarım bir yeməyi davamlı olaraq bir gündən bir yeyirlər, sonra başqa bir yemək. Gördüyünüz kimi neçə videodur ki, bir gündən bir mən bunlar üçün belə bu cür bozbaş deyirik də edirəm. Amma əslində biz bozbaşı xanımlar iri tikəli ətdən edirik. Yəni piti quzu ətindən edirik və yaxud da yağlı dan ətindən də edə bilərik. Küftə bozbaş. Amma indi evimizdə olandan da elə uşaqlar da sevir deyə noxud da əlavə etdim. Belə gözəl xanımlar, mən əslində burada deməli pirojnanın kremini hazırlayıram. 250 qram yağ, bir qabda qatlaşdırılmış süd. Bir qabda da 370 qram olur da. Kremini hazırladım. Üzərinə streç çəkib soyuducuya qoyuram. O arada mən biskvitini bişirəcəm. Əslində digər mikserimi gətirmişdim. Başqa nəsə etmək istəyirəm. İstədim şəkər bura bişirəm. İstədim kişmişli bulçu bişirəm, ona görə ondan yoğurmaq istədim. Gücüm yoxdur xanımlar, əlimdə yoğura bilmirəm. Bu balaca mikserimdə, yəni xəmir yoğurmur da. Sonra nə bilim nəsə fikrimi dəyişdim. Dedim elə kirpi pirojnası edim. Belə gözəl xanımı. Bir xanım məndən soruşmuşdu ki, Maştağada hardan almışsınız bu limon qabını? Yəqin ki, xanım Maştağada yaşayır. Bu arada xanımlar, mənim bu mikserimin, bu tefal mikserimin 2009-cu ildən işlədirəm. Bu qarışdıranın biri sınıb. Digəri heç nədən ötürüdür mən bilmirəm. Elə birini ondan, birini də ondan istifadə edirəm. Fikirlərinizi mənə yazarsınız xanımlar. Digəri nədən ötürüdür ümumiyyətlə? Yəni mikserimin içərisində 4 dənə var. 2 dənə çırpıcı, 2 dənə o nazik spiral kimi nədən ötürüdür bilmirəm. Elə birini ondan edirəm. Deyirəm, birinin gücü çatmaz. Xanımlar, 2009-cu ildən istifadə edirəm. Çox gözəldir. Yəni tefal, yəni markası ümumiyyətlə yaxşıdır. Xanım yazır ki, Maştağadan hardan almışsınız? Yəqin ki, Maştağada olur. Gözəl xanım, parkın yanından üzü çox ucuzluq meyvə bazarıdır ya nə bilim mağazasıdır. Ona gedən tərəfdə elə sırayla mağazalar ki var, o mağazanın birində. Belə xırdavat olan mağazadır. Sonra orada helium var, helium deyilik. Heliumda da deyəsən, helium yox. Nəsə də heliumda, hə, onunla üzbəyüz xanım, mağazaları var xanım, gözəl xanım, oradadır. Belə xanımlar, indi biskvitini hazırlayıram. Deməli, 6 ədəd yumurtadır. Yumurtalar balaca idilər. Bəzi orta ölçüdə, bəzi balaca 6 ədəd götürdüm. Əslində 5 ədəd yetərlidir, iri ölçüdə olanda. 1 stəkan da xuruşda stəkan, böyük stəkan. 200 qram da şəkər tozu, bir də vanil əlavə etdim. Yəni ağarana qədər mikserlə qarışdırırıq. Sonra
Gördüyünüz kimi biçi yağını da əlavə etdim. Biçi yağın gözü yarı əlavə etmişəm. Harca bir armud stəkan çoxdur. Armud stəkanın yarısı. 50 ml, 60 ml belə. Sonra da əlimdə spatula ilə edirəm. Qabartma tozunu əlavə edirəm. Bir də gözəl xanımlar, 2 stəkandan azdır un. 1 stəkan yarımdan çoxdur, 2 stəkandan azdır. Siz biraz da duru edə bilərsiniz. Mən mikserlə etdiyim zaman, hələ hər kəs yatmamışdı, tez mikserlə etdim, kremi etdim, biskviti etdim ki, sonra edə bilməyəcəm də. Keksi falan edirəm əlimdə, amma bu cür biskvitlər qalxmır. Keks qabın içərisində qalxır, amma bu cür qablarda qalxmır mikserlə etməsək. Bişdi xanımlar, 14-15 dəqiqəyə bişir. 150 dərəcədə bişirirəm. Üzərini örtürəm ki, biraz soyusun. Sonra xanımlar, deməli, kənarlarını armud stəkandan edirəm. Əslində böyük xurst, görürsünüz armud stəkan balacadır, bakal böyükdür də, ondan böyük olur, amma armud stəkanın balaca olur. Əvvəllər mən xrusta stəkandan edirdim, böyük xrusta stəkandan. O zaman sayı az olur. Xrusta stəkan bu bakaldan da iridir ölçüsü. Ondan sonra başladım, yəni biraz ölçüsü balaca olan bakallarla etməyə. Bu bakalla edirəm, kənarlarında qalanlar, yəni ölçüsü balaca olur deyə bu bakalla alınmır. Ona görə armud stəkandan edirəm. Təbii ki, bilən xanımlar bilir, yəni gözümüz açandan bunu bişiririk. Sadəcə gənc xanımlar üçün. Xanımlar, görürsünüz necə indi göstərəcəm. Necə asan çıxır. Belə. İndi mən göstərəcəm videonun gedişatında. Əslində bu bir dənə ki var, onu etmək yaxşıdır. 2 yerə bıçaqla kəsirik, arasını kremləyirik, kənarların üzərini. Həm sayı çox olur onda, həm də yeyəndə rahat olur. Çəngəllə belə kəsib yeyəndə rahat olur. Ancaq süfrədə gözəl görünməsi üçün, məsələn, qonaq falan gələndə hündür olması üçün ikisini üst-üstə qoyub edirəm mən. İndi hər ikisindən edəcəm, görəcəksiniz. Məsələn, uşaqlar elə sevmir hündür. Rahat deyil, olmur da, hündür olur. Amma indi edirəm də, yəni mən sizlərə göstərmək üçün edirəm. Evə qonaq gələndə edirəm. Kənarlarında qalanlar da xanımlar kofemolkadan keçirəcəm. Bəzi xanımlar görürəm, əllərində edirlər, iri-iri olur. Mən onu sevmirəm. Düzdür, belə baxanda kirpi pirojnası deyirik. Əslində xanımların etdiyi məntiq olaraq doğrudur. Əllərində belə oxalayırlar, biraz iri-iri qalır. Həqiqətən də belə kirpi kimi görsənir, yəni görüntü hardasa. Amma mən səliqəli olması üçün mən kofemolkadan keçirirəm. İndi görəcəksiniz də, onda daha səliqəli olur. Bakalla alındığı yerlərdə bakalla edirəm. Görürəm ki, alınır. Digərlərini armud stəkandan edirəm. Hələ xanımlar, mən marketlərdə görürəm, daha balaca ölçüd edirlər. Yəni, onlar da bir cür gözəl görünür. Bu arada xanımlar, sizlər izlərkən mən danışım. Hər birinizə təşəkkür edirəm, gözəl rəylər yazırsınız. Hər birinizi mən, yəni, vaxtım olmasa da like edirəm, lazım olanda cavab da yazıram xanımlara. Yəni, sual doğuran bir şeylər olanda cavab da yazıram. Gözəl xanımlar, mənfi rəylər də görməzdən gəlirəm. Sadəcə silirəm, gedirəm, ya blok atıram. Yəni, onlar da bilsinlər. Yəni, oralara ayıracaq artıq vaxtım yoxdur, enerjimi düşürmək istəmirəm. Xanımlar, deməli, bakalla 12 yox, 2, 4, 6, 8, 10, 14 ədəd alındı. Görürsünüz?
Və ortasını kəsib kremləyirik, ya da ki, belə üst-üstə qoyub edirik. Görəcəksiniz. Düzdür, üst-üstə qoyanda sayı az olur, tək-tək edən, bunlar da armud stəkandan olanlardır. Tək-tək edəndə deyirik, sayı çox olur, amma onda da krem çox gedir də. Məsələn, krem qalmadı. Mən üst-üstə qoyub edəndə, hündür edəndə, kremindən artıq qalır, o kremlə, məsələn, bir rulet edirəm, ruletin arasına çəkirəm. Məsəl üçün, tək-tək edəndə, məsəl üçün, güya deyirik, sayı çox olur. Bu tərəfdən, məsəl üçün, kremdən qalmır, nədəsə istifadə edə bilmirəm. Axırda kim necə sevir, kimə necə xoşdur. İndi görəcəksiniz, bir-ikisi nümunə üçün göstərəcəm. Xanımlar, kofemolkadan da çox keçirmirəm. Belə ehtiyatla edirəm ki, ovulmasın çox, un kimi olmasın da. Bir də içərisinə az-az əlavə edirəm. Niyə? Çox olanda üstdəkilər ovuntu halına gəlinə qədər altdakilər un kimi olur. Ona görə az-az əlavə edirəm. Ehtiyatla edirəm, saxlayıram ki, çox belə ovuntu olmasın. Un kimi də olmasın. Biraz səliqəli olsun, amma biraz iri olsun. Sizlər neyinirsiniz, gözəl xanımlar? Bugün hava soyuqdur. Havada sanki bir maroz deyirik də, şaxta belə abu havası var. Düzdür, dərəcə o qədər də düşməyib. Yəni, bu şaxtanın belə abu havası gəlir. Mən baxmıram, Günay dedi ki, amma bəs deyəsən dedi, dekabrın 1-dən qarlar olacaq. Vallahi nə olur olsun, çox soyuq olmasın, işə gedənlər var, əskərlərimiz var, Allah onları qorusun, soyuqda işləyənlər var, evsiz olanlar var, nə bilim, kənd yerində yaşayanlar biraz çətin olur, məsələn, maroz olur, nəsə zərər toxunur, bir də görürsünüz, donur sular, insanlar susuz qalır, xanımlar görürsünüz. Biz, məsələn, keçən il pitiminutka deyirik də, onun adı nədir, Azərbaycanca bilmirəm, pitiminutka bizim dildə deyil də, yox. Pitiminutka partladı. Keçən marozda partladı. Çünki biz onun çöl tərəfdən evin divarına, su bakının da, ya çəninin yanına vurmuşuq. Orada da elə bil ki, üstü örtülüdür, yanları örtülüdür, ön tərəfi yox, plastikdən yığılıb. Kombi örtülüdür, belə plastikdən qapılı. Amma pitiminutka yox. Dedilər ki, usta dedi ki, o partlayar. Ya həyətdə bir balaca bir dam kimi olmalıdır, orada olmalıdır. Ya da ki, əgər balaca bir şeydirsinizsə, onun qapısı örtülü olmamalıdır. Elə də olanda, indi biz bilmədikdə, uşaqlar aça gətirəydi, o qədər anlayışlar yoxdur. Məsələn, qoyaları balkona partlamışdı. Xanımlar, çıxartmışam, bunlara yığacam. Bu buluda yığıram ki, qəşəng çay süfrəsi açacam. Yəni, qablarımdan dəst olsun. Düzdür, qablarımın hamısı yoxdur. Yəni, alıb tamamlayacam inşallah. İndi birini, ikisini sizlərə göstərim. Ona görə də əslində hər fəslin öz xüsusiyyətləri var, olmalıdır. Düz sevinirik ki, bu ay çox soyuq keçmədi. Amma əslində bu bildiyimə görə heç normal da deyil. Hər ayın, hər fəslin özünün xüsusiyyəti olmalıdır. Xanımlar, görürsünüz və bunu üst-üstə edəcəm. Sonra tək-tək edəcəm, özünüz fərqini görəcəksiniz. Bunu da kəsmirəm ortadan. Tək-tək edəndə kəsəcəm. Cem də xanımlar, əslində mən də cemlər duru edirəm. Kurabiyələrdə istifadə etmək üçün, belə pirojada istifadə etmək üçün. Sadəcə unutmuşam, qalıb soyuducuda, ona görə və bərk kimi görünür. Amma əslində yox, mən cemlərimi görürsünüz, duru edirəm. Düzdür, bərk şalda etdiklərim də olur, bəzən yəni lazım olurdu o cür istifadə etmək üçün. Məsələn, bulçilərdə biraz qat olsa yaxşıdır. Amma kurabiyələrdə hər zaman duru cemlərdən istifadə edirəm. Ortasına birinci mən çiyələk cemi də xanımlar çəkirəm. Həm tam verir, dad verir, həm də yumuşaqlıq verir. Xanımlar, axşam bişirdim, gecədə. İndi yoxdur heç. Belə baxın, çox oğaq xanımlar. Hər 3 dənə qusok düşdü də.
Səhv etmirəmsə, hər 2-dən düşdü. Bu cür xanımlar, belə ovuntu halına gətirəndə kofemolkada səliqəli olur. Nə bilim, mən istəyirəm səliqəli olsun da. Amma yenə də deyirəm, xanımların etdiyi daha kirpi pirojnasından, yəni deyərsək, yəni uyğunluğu var. Sonra tək-tək də edəndə, birində belə göstərim, tək-tək də edəndə göstərəcəm sizlərə. Mənim uşaqlarım kremini bol yeyir, ona görə. Görürsünüz, xanımlar, üst-üstə qoyuram. Bunlar hündür olur. Yəni, süfrədə qəşəng görünür. Amma yenə də deyirəm, yeməyə, rahatlıq üçün, həm də elə sayı çox olmaq üçün bir-bir edəndə daha yaxşıdır. Mən kakaolu da edirəm. Düz, mən sevmirəm kakaolu, şokoladlı belə olan şirniyyatları falan sevmirəm, amma uşaqlarım sevir. Bunları, bu hündür etdiklərimi təzə buluda yığıram. Əslində mən yumru istəyirdim bulud. Yumru buludu yox idi. Boşqabını da ayırıb vermədilər də. Baş boşqabını. İndi tək-tək edirəm, xanımlar. Görürsünüz? Tək-tək edəndə, bəs onu kremləmək üçün kəsirik ortasını. Əslində normal olan budur. Yay vaxtı xanımlar, mən çiyələk balaca-balaca doğrayıram, çiyələkdən də qoyuram ortasını. Məsələn, bunu axşam ediriksə, məsələn, sabah günortaya çox gözəl olur, yumuşaq olur. Eynən elə edirik. Sadəcə bu balaca köpüş olur. Belə də alçaq olur. Amma rahat olur. Mən bunları edərkən uşaqlarım yatmışdı, artıq yatmışdılar. Səhər durub, içib, çayla getdilər işə. Bunları da qablara yığıram. Çünki bu, xanımlar, kurabiyə deyil ki, bir-birinin üzərindən yığın. Peçeniya deyil ki, bir-birinin üzərindən yığın. Bunlar, yəni, ona görə biraz yerlər rahat olmalıdır. Deməli, bu bakkalla etdiyimin 6-sını üst-üstə qoydum, 3 dənə etdim. Qaldı 8-i. 8-ini də bu cür tək-tək etdim. Bu ev 6 dənə də xanımlar 2-2 etdim, hündür oldular. Qaldı 8-i, 8-ini də tək-tək etdim. O görünənlər qaralar, onlar cemdir. Biraz artıq olub, oradan belə çıxıb. Amma çox dadlı olur, yumuşaq olur. Yaxından göstərirəm sizə. Görəsiz gözəl xanımlar. Sonra armudu stəkanla ki etdim. Onlar balaca-balacadır axı. Onlar da tək etmədim. Onlar da 2-2 üst-üstə qoydum, etdim. 6 ədəd idi, 3 ədəd oldu da üst-üstə qoydum. Görürsünüz xanımlar, bunlar da balaca-balaca. Amma bunlar daha yaxşıdır əslində. Tək-tək edəndə yaxşıdır. Yayda xanımlar, mən üzərinə, kanalımda da var, paylaşmışım dəfələrlə. Üzərinə çiyələk qoyuram. Ortasına balaca-balaca doğrayıram, qoyuram. O başqa, üzərinə belə bəzəmək üçün, qəşəng görünmək üçün çiyələk belə qəşəng kəsirəm, qoyuram üzərinə.
Sonra kanalımda var Smarod, qırmızı qarağat, qırmızı qarağat ondan da üzərinə qoymuşam. Xanımlar, keçən dəfə alış-verişə gedəndə sifarişim ki var idi VIP Life-dan. Heç onları göstərməmişəm sizə. Bəzən xanımların bəziləri yazırlar ki, artıq sifariş etmirsiniz. Özünüz də gördünüz ki, Günay düşüb götürdünüz sifarişlərimi. Mən orada işləyirəmsə mütləq sifariş etməliyəm. Sadəcə olaraq yəni çatdıra bilmirəm, çəkə bilmirəm. Video uzun olur deyirəm, gəlin dəfə göstərərəm. İnşallah gələn videoda göstərərəm. Xanımlar, bu göstərdiklərim də armudlu steşan etdiklərimdir. Yəni də deyirəm, 6 ədəd idi, üst-üstə qoydum, oldu 3 ədəd. Hündür oldu bunlar da. Balaca mı hündür? Bunu mən saat, nə bilim, neçədən bitirmişəm. Sadəcə burada elə çəkirdim sizə təqdim etmək üçün saatı göstərirəm. Yəni indi bitirməmişəm. Neçə saat öncədən bitirmişəm. Sadəcə törtöküntün yığışdırdım, yudum, maşına qoydum, əlimdə yuyulanları əlimdə yudum. Sonra shorts video üçün, TikTok, Instagram üçün çəkdim. Sonra da belə bu videomu da YouTube'dakı vlog videom üçün çəkdim. İndi az qalır oğlum durur işə getməyə, çayla içir gedir. Bu da bugün günorta Məliklə nənəsi çay keyfi yapdıq. Günay çay sevmir xanımlar. Hərdən mənə belə tək olmayım deyə mənlə içir. Yoxsa sevmir, Günay çay sevmir. Xanımlar, görməyən xanımlar üçün göstərirəm. Görən xanımlar zaten bilirlər. Tamamlayacağım inşallah. Bunun deməli çaynikin yanında xanımlar nə qab olur? Konfet qabı yox, şəkər tozu falan tökürük. Biz tərəfdə şəkərə qənd deyirdik, qənd qabı elə deyirik. Onu da alacağım inşallah. Sonra konfet qabı, limon qabı. Sadəcə qablarım yəni tam deyil. Həm də əlimdə olanları da, qabları da evimdə olanlarla yəni dəyərləndirmək istəyirəm. Yəni süfrəyə uyğun, bunlar da balaca, onlar hündür, 3 dənə hündür olanlardır. Üst-üstə qoydum. Bunlar da balaca hündür olanlar, armudlu steşandan olanlar. Düzdür, buna getmir, uyğun deyil. Sadəcə olaraq yəni süfrədə eyni olsun deyə qab ona yerləşdirdim. Belə. Məsələn, dəst olmaq üçün xanımlar, məsələn, limon qabı olsa, limon da onun qabına qoyaram, konfet qabı, konfeti də qoyaram. Yəni ayrı qabdan istifadə etmərəm, inşallah alacam onları. Mən yemək üçün, məsəl üçün düşünürdüm, boş qabları alım, aş üçün, qarası üçün, sonra aşın özü üçün bunu da alım. Amma onlardan öncə çay süfrəsi üçün tamamlayacağım qablarımı. Konfet qabı, limon qabı, belə onlardan alacağım. Bu qablarımı dəyərləndirmək istəyirəm. Evimdə nə var, onları əlavə edirəm içərisinə. Əslində bunların içərisinə xanımın biri yazmışdı ki, xurma falan. Bəli, elə şeylər gedər. Sonra belə limon kimi belə marmalatlı konfetlər olur, xanımlar. Konfet deməyim, nə deyək, şirniyyatlar. Belə mandarin dilimi kimi, limon kimi, bax, onlar üçün yaxşıdır. Sonra belə yumru, belə üstü şokoladlı konfetlər olur, yumru. Məsələn, onlar üçün yaxşıdır. Sadəcə olaraq indi evdə nə var, o cür dəyərləndirirəm. Çayımı da dəmliyim, xanımlar. Ətirli çaydan istifadə edirəm. Kəkik otundan, zəncəfil, mixək, darçın.
Məkkə gülünü mən hər zaman çaşkanın üzərinə, çayın üzərinə əlavə edirəm. Xanımlar hər zaman yazırlar ki, çay tünd içirsiniz, tünd zərərlidir, ürəyə ümumiyyətlə zərərlidir. Bilirəm gözəl xanımlar, biz insan olaraq hər zaman zərərli, bizə zərər olan şeyləri daha çox sevirik də. Belə gözəl xanımlar. Allah Teala hər birimizə kömək olsun. O nənələrimiz, analarımız deyərdi, qara qış gəlir. Bu qara qış, yəni təbii ki, o məcaz mənada deyilir, yəni soyuq, kasıb insanlar üçün çətin olur. Məsəl üçün, yay belədir ki, yayda lap kasıb insan da, məsələn, rayonlardan əsas nəzərdə tuturam da, indi rayonlarda olanı mən eşidirdim nənələrimizdən, analarımızdan. Məsəl üçün, rəhmətli nənəm deyirdi, hər ki olan dibi bir evdir yayda. Yayda məsəl üçün əkillər, tərəvəzlər olur. İnsanda yəni dolanmaq daha rahat olur rayon yerində. Lap şəhər olsun, həyət evində. Amma qış yəni çətindir də. Ona görə Allah Teala kömək olsun hər birimizə. Ev olmayanlar Allah Teala tezliklə ev yetirsin. Övlad olmayanlar Allah Teala sevindirsin. Övlad həsrətlərinə son qoysun. Nəvə istəyənlər balalarından tezliklə nəvə görsünlər. Bütün evlərdən toy nişan səsi gəlsin. Bütün subaylar xoşbəxt olsun. Bütün subaylara toy nişan qismət olsun. Mənim də subay balalarım onların içərisində, sizin də subay balalarınız onların içərisində. Amin Allah. Deyir, müminin silahı duasıdır. Yəni, duadan güclü bir şey yoxdur. Allaha bizi yaxınlaşdıracaq ən güclü duadır. Həm də ki, müminin silahı ilə duasıdır da. Əlimizdən dua etməkdən başqa bu dünyada, yəni, ən böyük, dua da ən böyük ibadətlərdəndir. Allah Teala onu açılan əllərimizi geri qaytarmır. Dualarımızı qəbul edir. Sadəcə olaraq biz elə qəbul etmir. Bəzi dualar daha tez qəbul edir, bəzi duaları biraz gecikdirir, bəzi duaların qəbulunu axirətə saxlayır. Yəni Allahın biləcəyi bir şeydir. İlahi hikmətdən əsla sual edə bilmərik. Amma biz dualarımızı israrla edirik də. Elçin səsi gəldi, demişəm, sakit olun, nənə səsini yazsın. Belə gözəl xanımlar. Videom sonlanmağa doğru gedir. Hər birinizi öpürəm. Allah amanında qalın. Allah əmanət olun. İnşallah yeni videolarda görüşərik. Xanımlar, Məlik niyə gəlmir? Qorxur. Mən bu hicaba ki bağlayıram. O iynədən qorxur. Mənə gəlmək istəyir. Oradan işarə verir ki, qorxuram axı deyir. Deyirəm, nənə qurban, yox, qorxma. Nənəsi ona qurban. Nənəsi ona qurban. Oğullu balamdır mənim. Allah Teala bütün balaları qorusun. Bütün balaları qorusun. Xanımlar, kim gəlir bayırdan, çöldən, işdən, mütləq qışqıra-qışqıra, kimin əlində nə varsa gəl mənim otağıma, nənə yaparım deyir. Vallahi heç birimizdə heç öyrətməmiş, elə özü. Nənə yaparılmalıdır. Çörək də olsa mənə gətirir. Nə bilim, hər nə olsa mütləq mənə gətirir də. Paketləri gətirir, qışqıra-qışqıra. Nənə yaparaq deyir. Nənəsi ona qurban olsun. Oğullu balım. Səsi gəlir. Ağıllıdır mənim balam. Nə deyirəm, onu edir xanımlar.
Get deyirəm gedir, gəl deyirəm gəlir. Yeməyini mən yedizdirirəm. Maması yemir də. Maması verir, yemir. Nənə. Oğullu olam mənim. Belə gözəl xanımlar, pirojnanı da yaxından kəsəcəm, sizlərə göstərəcəm. Sizlər də bişirin, övladlarınızla canlı yesinlər. Öpürəm gözəl xanımlar, hələlik.